ona tam təslim olurlar. Rükû etməyənləri Cenab-ı Hak belə azarlamaqda və əzab ilə uyarmaqdadır. Onlar özlərinə Allahın huzurunda əyilin deyildiyi vaxt rükû etməzlər, əyilməzlər. O gün həqiqətləri yalan sayanların vay halına. Mürsalat surəsi 48-49-cu ayətlər. Buna müqabil Hz. Məryəmə isə belə xitab buyurulmuşdur. Ey Məryəm, Rəbbinə ibadət et, səcdəyə qapan, onun huzurunda rükû edənlərlə bərabər sən də rükû et. Əl-İmran surəsi 43-cü ayət. Rükûnun təsbihatı, yəni əllərimizi dizimizə qoyduğumuz zaman, rükû etdiyimiz zaman orada bir zikir söylüyor, təsbihat gətiririk. Nədir o? Hədis-i şərifdə buyurulur, xəbəriniz olsun, mən rükû və səcdə halında Qur'an oxumaqdan mən edildim. Yəni, rükûda və səcdədə Qur'an oxunmaz. Elə isə rükûda Rəbb Teala'nı təzim edin. Səcdədə isə dua etməyə qeyrət edin. Çünki səcdədə ikən etdiyiniz dua icabət edilməyə layiqdir. Rəvah Müslim, Əbu Davud, Nəsai. Ukbə bin Amir radiyallahu anh'tan rəvayət edilmişdir. Fəsəbbih bismi rabbikəl azim. Rəbbini əzim ismi ilə təsbih et. Vaqia surəsi 74-cü ayəti nazil olunca Resulullah sallallahu aleyhi ve sellem bunu rükunuza qatın. Orada söyləyin buyurdu. Rəva Əbu Davud, İbn-i Macə. İşte bu əmir üzərinə rükuda Sübhanə Rabbiyəl azim. Ey Rəbbim, sən əzimsən, çox ucasan, əzəmət sahibi Rəbbim. Səni müşriklərin, bütpərəstlərin, batil və muharrəf dinlərə müntəsib olanların uydurduğu və iftira olaraq irəli sürdüyü bütün qüsurlardan, nöqsan sifətlərdən tənzih edirəm, uzaq tuturam, təsbih və təqdis edirəm deyirik. Yəni, Sübhanə Rabbiyəl azimin mənası bu. Səcdə. Namazın ən əhəmiyyətli rüknü qulun Cenab-ı Haqqa ən yaxın olduğu an səcdədir. Səcdə qulun başını Allahın huzurunda yerə qoymasıdır. Heçliyin zirvəsidir. Yəni, insanoğlu ən şərəfli yer alındır. Alnını, ayağını bastığın yerə qoyduğun zaman qul ən təzəllül halına varmış olur. Yəni, və səcdəyə gedərək qulluğunu idrak edir və ucalır. Səcdə et, yaxınlaş deyir Allah-u Teala. Ayət-i kərimədə. Səcdə et, yaxınlaş. Rükü et, yaxınlaş demir. Allah-u Teala səcdə et, yaxınlaş deyir. Yəni, qulun Allaha ən yaxın anı səcdə anı. Cenab-ı Hak insan anatomiyasını səcdəyə ən müsait şəkildə yaratmışdır ki, qul çoxca səcdə edərək Rəbbinə yaxınlaşa bilsin. Yəni, sadəcə səcdə insanoğluna məxsus bir ibadət şəklidir. İnsanoğlunun xaricində heç bir məxluq səcdə deyə bilmir. Səcdə 7 əza üzərinədir. 2 əl, 2 diz, 2 ayaq ucu, alın və burun. Yəni, bunu sadəcə insanoğlu yerinə yetirildir. Başqa kimsə yerinə yetirilmir. Ayət-i kərimədə buyurulur, səcdə et və yaxınlaş. Aləq surəsi 19-cu ayət. Əbu Firas ləqəbi ilə də tanınan Rəbiya bin Kəab radiyallahu anh anladır. Resul-i Əkrəm Əfəndimizin qapısında gecələr ona dəstəmaz suyunu hazırlayar, ehtiyac duyduğu şeyləri gətirərdim. Bir gün Allah Resulü sallallahu aleyhi ve sellem məndən dilədiyini istə buyurdu. Mən cənnətdə səninlə bərabər olmağı istəyirəm dedim. Əfəndimiz sallallahu aleyhi ve sellem başqa bir şey istəsən olmazmı buyurdu. Mən diləyim ancaq budur dedim. Bunun üzərinə Allah Resulü elə isə çoxca səcdə edərək, bol namaz qılaraq özün üçün mənə yardımcı ol buyurdu. Rəvah Müslim. Yəni, başqa bir şey istəsən olmazmı deyir, o da bunu istəyirəm yəni. O zaman deyir, çox namaz qılaraq, səcdə eləyərək, duamın qəbul olması üçün bu mövzuda mənə yardım elə. Hədis-i şərifin digər rəvayətində səhabə cəhənnəmdən azad olmağı diləmiş, Peyğəmbərimiz eyni cavab vermişdir. Səcdə eyni zamanda cəhənnəmdən qurtuluş vəsiləsidir. Bu həqiqət hədis şərifdə belə bəyan edilir. Qiyamət günü Allah-u Teala cəhənnəm əhlindən dilədiklərinə rəhmət edəcəkdir. Mələklərinə dünyadayken Allaha ibadət edənləri oradan çıxarmalarını əmr edəcək, onlar da çıxaracaqlardır. Mələklər onları səcdə izlərindən tanıyarlar.
Səcdə izindən tanıyarlar. Ya səcdə eləmirsə, hardan tanıyacaq? İşte səcdə önəmli yəni. Allah cəhənnəmə səcdə izlərini yeməyi haram qılmışdır. Ateş insanın hər tərəfini yandırar, sadəcə səcdə yerinə toxuna bilməz. Rəvah Buxari. Yəni, səcdə yerləri yanmayacaq. Oradan tanıyacaq mələklər. Cenab-ı Haqqa səcdə edə bilmək elə bir şərəfdir ki, Rəbbimiz məhşər günündə inkarçıları istəsələr də səcdə edə bilməyəcək şəkildə xəlq edəcəkdir. Ayət kərimədə bu vəziyyət belə bildirilir. Gün gəlir, işlər son dərəcə gücləşir. Parçalar tutuşur, paçalar tutuşur, balaqlar tutuşur. Kafirlər səcdəyə dəvət edilirlər, fəqət buna güc yetirə bilməzlər. Gözləri horluqdan aşağı düşmüş bir halda özlərini zillət bürüyür. Halbuki onlar sapasağlam ikən də səcdəyə dəvət edilirdilər, fəqət yenə səcdə etmirdilər. Qələm surəsi 42-43-cü ayət. Səcdənin təsbihatı. Uqbə Həzrətləri anladır. Səbbihismə rabbikəl ə'lə. Rəbbini Ala ismi ilə təsbih et ayəti inincə Peyğəmbərimiz bunu səcdənizdə oxuyun buyurdu. İşte bu əmir üzərinə səcdədə Sübhanə Rabbiyəl Ə'lə, Rəbbim sən çox ucasan, ən ucasan, bütün böyüklüklərin sahibi, zatının və sifətlərinin mahiyyəti anlaşıla bilməyəcək qədər ülvi olan Rəbbim, səni nöqsan sifətlərdən tənzih edirəm deyirik. Sübhanə Rabbiyəl Ə'lə deməklə. Qadə nədir? Namaz oturuşuna qadə deyilir. Ədəblə diz üstü oturularaq Cenab-ı Haqqa təhiyyət, Əfəndimizə salatu səlam və dualar oxunur. Əfəndimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Hər hansı biriniz namaz qıldığında Ət-təhiyyətü lillahi və salavatü və tayyibət Əssəlamu aleykə əyyühən nəbiyyü və rəhmətullahi və bərəkətüh Əssəlamu aleynə və alə ibadillahi salihin Həmdü səna kimi qövli, namaz, oruç kimi feili və zəkat kimi mali bir cümlə ibadətlər və hər cür təzim və təkrimat Allaha məxsusdur. Ey Nəbi, salam, Allahın rəhməti və bərəkətləri sənin üzərinə olsun. Bizə və Allahın salih qullarına da salam olsun desin. Siz belə söylədiyinizdə göydə və yerdə olan bütün salih qullar buna daxil olur. Bundan sonra da belə deyin. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən abdühü və rasulü. Şəhadət edirəm ki, Allahdan başqa qulluğa layiq heç bir ilah yoxdur. Yenə şəhadət edirəm ki, Muhammed onun qulu və rəsuludur. Rəvah Buxari. Təhiyyət. Rəvayətə görə təhiyyət Meyraçda yaşanan bir mükaləmədir, yəni danışıqdır. Hamdü səna kimi qövlü, namaz, oruç kimi feili və zəkat kimi mali bir cümlə ibadətlər və hər cür təzim və təkrimat Allaha məxsusdur. Mealindəki ilk cümlə Cenab-ı Haqqın Meyraçda danış mənimlə ey Rəsulum ifadəsindən sonra Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellemin qəlb-i pakinə ilham eylədiyi ifadələrdir. Ey Nəbi, salam, Allahın rəhməti və bərəkəti sənin üzərinə olsun. Mealındakı ikinci cümlə Allah-u Teala'nın Rəsuluna olan iltifatı, yəni xüsusi salam və təkrimidir. Bizə və Allahın salih qullarına da salam olsun. Mealındakı üçüncü cümlə Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellemin Cenab-ı Haqqın səlamına mükaləməsidir, qarşılığıdır. Bu qədər ki, burada Allah Resulü sallallahu aleyhi ve sellem salama əngin şəfqat və mərhəmətinin gərəyi olaraq ümmətinin salihlərini də daxil eləmişdir. Bu gözəl mülakəməyə şahid olub, heyran qalan Cəbrail əleyhissalam da şəhadət gətirmişdir. Beləcə təhiyyət tamam olmuşdur. Təhiyyət Meyraçda xüsusən və aracısız, vasitəsiz olaraq fərz qılınan namazın
müminin ülvü miraçtan bir nesibi olduğuna işaret eder. Selamdaki hikmetler. Her tehiyyatta Resulullah Efendimiz'e Esselamu aleyke eyyühen nebiyyü ve rahmetullahi ve berekatüh diyerek selam vermemiz emredilmiştir. Namazın içerisinde emredilmiştir bu. Namazdayken bir beşere selam vermek namazı ifsad edecek bir vaziyet olduğu halde Allah Teala Resulüne selam vermeyi namazın vacip bir rüknü kılmıştır. Ettehiyyatü duasını okumak namazın vaciplerindendir. Bu da Fəhri Kainat Efendimiz sallallahu aleyhi ve sellemin Allah katındaki değerini göstermektedir. İmam Gazali Hazretleri belə deyir. Namazın təşəhhüdündə Peyğəmbər Efendimizin surətini və kərim şəxsini qəlbində hazır eylə. Esselamu aleyke eyyühən nəbiyyü və rahmetullahi və bərəkətüh de. Əmin ol ki, sənin selamın Allah Resuluna çatır və o sənə daha gözəl bir cavab ilə qarşılıq verir. Xalid Bağdadi Həzrətləri də məktubatının 4-cü məktubunda Allamə Şihab İbn Hacər Əl-Məkkidən bunları nəql edər. Namazda oxunan təhiyyatın Esselamu aleyke cümləsində Peyğəmbər Efendimizə xitab edilməkdədir. Sanki bu Allah-u Teala'nın namaz qılan ümmətindən Efendimiz'i xəbərdar qılmasına işarət etməkdədir ki, bu şəkildə sallallahu aleyhi ve sellem Efendimiz namaz qılanların yanında hazır bulunub, qiyamət günündə onların leyhinə ən fəzilətli əməlləri ilə şahidlik edəcəkdir. Ayrıca onun mənən hazır olduğunun xatırlanması könlündə huşu və hudunun artmasına vəsilə olur. Cenab-ı Hak söhbətimizi qəbul eyləsin, rızasına uyğun əməllər nəsib eyləsin, namazlarımızın inşallah kalitəsini, keyfiyyətini artırsın, huşulu bir şəkildə namaz qılaq, huşulu bir şəkildə namaz qılarıqsa Allah onu bizdən qəbul eləyər. Allah-u Teala cəmi xəstələrimizə şəfalar ihsan eyləsin, içində də bizə. İnşallah yan tərəfdə həm zəmzəm və xurmamız, ikramımız olacaq, həm də çayımız olacaq. Buyurun, keçəyin ora. Allah razı olsun. Eliminize razı olsun.